Tövhid əhli ümumi olaraq 3 qismdir. Tövhid əhli qiyamət günü 3 qism olacaq. Onlardan birinci qism savablarının günahlarından çox olanlardır. Bunlar birbaşa cənnətə daxil olacaqlar, heç bir əzab görməyəcəklər. İkinci sinif günahları ilə savabları bərabər olanlardır. Bunlar da əraf əhlidir. Bunları Allah Subhanahu taala cənnət və cəhənnəm arasında bir müddət istədiyi qədər saxlatdıqdan sonra yenə də əzab vermədən cənnətə salacaqdır. Üçüncü sinif isə günahları savablarından çox olanlardır. Bunları isə Allah Subhanahu taala günahlarına görə cəhənnəmdə saxladıqdan sonra sonunda cənnətdən atacaqdır. Və bunlardan bəzilərini isə günahlarına görə tam əzab görməmiş şəfaət ilə cəhənnəmdən çıxarılacaq və bəzilərini isə Allah rəhm eləyərək heç bir əzab vermədən yenə də cənnətdə salacaq. Bu da tövhid əhlinə olan bir fəzilətdir.